Verilən kvadratik ifadənin ən kiçik qiymətini tapın. Burada x kvadrat, x, y kvadrat və y var. Biz tam kvadratın ayrılmasından istifadə edək. Yəni a kvadrat plus və ya minus 2ab üstə gəlsin b kvadrat. Bu zaman x kvadrat çıxılsın. Deməli 2 vurulsun 2-də 1 vurulsun x. Üstə gəlinsin 2-də 1-in kvadratı çatışmadığı üçün 4-də 1. Özümüz əlavə etdiyimiz üçün 4-də 1 və bir də 4-də 1-i çıxmalıyıq. Üstə gəlinsin y-in kvadratı. Üstə gəl 2 vurulsun 2-də 1 vurulsun y. Üstə gəlinsin yenə 2-də 1-in kvadratı 4-də 1 və özümüz əlavə etdiyimiz üçün özümüz də çıxırıq. Bərabərdir mənfi 4-də 1. Burada x çıxılsın 2-də 1-in mötərizə kvadratı və üstə gəlsin y üstə gəl 2-də 1-in mötərizə kvadratını alırıq. Bilir ki, kvadratik ifadələrin hər birinin yəni ən böyük qiyməti 0-dır. Bu ifadənin də 0-a bərabər olan qiymətini tapa bilərik. Çıxılsın, qalır kənarda mənfi 4-də 1 və mənfi 4-də 1, yəni mənfi 4-də 2 eləyir. Və bu da ən kiçik qiymət olacaq. Belə ki, mənfi 2-də 1 alınacaq və ya mənfi 0,5. Deməli, ifadənin ən kiçik qiyməti mənfi 0,5.